Dekabrın 12-sində xalqımızın böyük oğlu, Ümumilli lider Heydər Əliyevin əziz xatirəsi Respublikamızın hər yerində olduğu kimi Ağcabədidə də dərin hörmət və ehtiramla anılıb. İlk olaraq dahi liderin rayon icra hakimiyyətinin qarşısında yerləşən abidəsi ziyarət olunub. Ziyarətdə Ağcabədi rayon icra hakimiyyətinin başçısı, YAP Ağcabədi rayon təşkilatının hüquq mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Burada abidə önünə gül dəstələri qoyularaq Ulu Öndərin xatirəsi ehtiramla yad edilib. Daha sonra tədbir iştirakçıları Qızıl Saray Şadlıq evinə toplaşıblar. Mərasim Sadə İnsan Böyük Lider adlı sənətli filmin nümayişi ilə başlayıb. Ardınca Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, dahi liderin ömür yolundan söz açaraq onun böyük siyasətçi olmağı ilə yanaşı, həm də xalqın içində olan sadə, səmimi insan olduğunu diqqətə çatdırıb. Dahi liderin insana, insanlığa, mədəniyyətə, mənəviyyata olan münasibətinin hər kəsə örnək olduğunu bildirən rayon rəhbəri qeyd edib ki, biz bu ənənəni gələcək nəsillərə də ötürməliyik. Sonra Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatının qurucularından olan partiya veteranı Tofiq Ağamirov, şəhid anası Zülfiyə Quliyeva və fotoqraf Mais İbrahimov fikirlərini, ürək sözlərini bölüşüblər. Şəhid ailələri, həmçinin az təminatlı ailələrin də iştirak etdiyi tədbirdə Cümə məscidinin imamı Röya Balayev tərəfindən dua oxunduqdan sonra Ulu Öndər Heydər Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq ehsan süfrəsi açılıb. Məhsəti Musa, Kənan İsayev, Aran Ağcabədi internet televiziyası üçün.